bile. Hiç bilirsen ne var? Yaxşı bilirəm nə var. İndi də gecelər gəzməyə başlamısan. Şövket! Elə bircə bu işimiz çatmırdı. Bir kulak ası. 3-cü gecədir ki evdən qaçırsan. Yadından çıxartma ki, 5 uşaq atarsan. Az bir dayan, Bəsdi qutardı. Boşanırım. Necə? Boşanıram. Ahı Şövket, mənim əzizim, ahı bizim 5 uşağımız var. Mən bu saat sənə əhvalatın hamısını başa salaram. Bunlar hamısı o Kamil içindir. Qulağı getir bura. Biz istəyirik ki, gedək pambıqımızın orada. Deməli siz salda anladırsınız? Yox, yoldaşımızdır, kömək eləməliyik də. Biabırçılıqdır. Biabırçılıqdır? Bəli, biabırçılıqdır. Bunlar hamısı o Əbülfəzin işlərdir. Yeri görüm, düş qabama. Yeri. Yaxşı. Mən ölüm Əbülfəz, getmə. Yox, şıxəli gəlməsə gedəcəyim. Siz bir də şıxarını burada görə bilməzsiniz. Bir də görülməsiniz. O bir də sizə qoşulub cəmaatı allatmayacaq. Allatmayacaq. Ay kişi, bəs mən elə bilirdim ki, sən də allanmısan. Hələ bir istəyir ki, bunu civarların başçısı təyin eləyək. Hə, civarların başçısı, mən hazır. Bəs sən, heç tanırsanmı? O yazıq qız da elə bilir ki, sən bir namuslu adamsın. Yaxşı, eybi yoxdur. Mən hamısını münəvvərə deyərəm, keç görəm hə. Diyer. Münevver hanım, canım şu, bu ölsün benim haberim yoktu. Bunlar hamısı Əbülfəzin Yalan işləridir. deyil, yalan deyil. Eşşəklə ikimiz gezmişdik Hə. pambıq suvarmağa. Hə. Şıxəli dedi ki... Ne dedi? Şəli dedi Hədə, ki... şıxəli dedi ki, buyur. gedək Kamil üçün pambıq oğurlamağa. Hə. Ne danışırsan? Ne Gör deyirsən? sen de. Hiç utanırsan. Hiç kızarırsınız. Ayıpdır sizin için. Gece Ben kişilersiniz. neylemişim? Haçınızın tembelliği elip avara gezeceksiniz. Əbülfəz... Rahat olun. Çıkın. Axı mən... Sizinle sonra danışacağım. Bunlar hamısı bunun işləridir, axı mən nə qalmışam? Əşi, yekək sizə əyib Ha, səlşi. vergi, Arvadın vergi, yanında vergi. mən qiyabır elsə Yalan şəhəri belə desinler. geçsin, belə gəl. Kamil. Sen ara. Dinmişsen. Demeli hamını. Bizi de Laləni de aldatmışsan. Hiç utanırsan. Hindi ben bu işleri ona ne üzle yazın? Yazmayın. Oy. Münəvvər xala, mən başa düşürəm, siz haqlısınız. Pambığı əllə yığa bilməmişəm, nə olsun ki? Maşın olan yerdə əllə yığmaq, geri qalmaq deməkdir. Əgər maşın olsaydı, mən bilərdim nə elərdim. Bura bax, dil pəhlivanı. Maşın istəyirsən? Bəli. Yaxşı. Hamı deyir ki, siz yaxşı adamsınız. Ala. Gedem deyirsən. Mən çilingər, 10 illik